Ermənistanın sabiq prezidenti Robert Köçəryan Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüş planlaşdırsa da ölkədən çıxışına qoyulan qadağa buna mane olub. Bunu erməni politoloq Lilit Dallakyan deyib. Keçmiş prezident və digər müxalifət liderlərinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı ekspert bildirib. Köçəryan getdim Putinlə danışdım deməklə rolunu artırmaq istəyirdi, amma alınmadı. Aeroportdan geri qaytarıldı. Dallakyan həmçinin Moskvanın Rusiyalı oliqarx Samvel Karapetyanı aldatdığını, onu ümidləndirib Ermənistana göndərdiyini, amma gözləntiləri doğrultmadığını istisna etmir. Ermənistana göndərildi, indi isə qurban veriləcəyindən qorxur. Hər şey yeni başlayır, o bildirib. Mossadın bundan sonra da ancaq bir missiyası olmalıdır, İrandakı rejimi devirmək. Telegraf xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə naziri və Evimiz İsrail partiyasının sədri Avigdor Lieberman deyib. ABŞ və İran arasındakı razılaşmaya diqqət çəkən sabiq nazir qeyd edib ki, hamımız ABŞ-İran razılaşmasının nəticələrini başa düşürük. Ona görə də bu siyasi fəlakətə cavab hazırlamalıyıq. İsrailin Livana hücumu cümə günü Cenevrədə ABŞ ilə imzalanması planlaşdırılan mümkün razılaşmanı pozacaq. Telegraf xəbər verir ki, bunu İran Xarici İşlər Naziri Abbas Əraqçı deyib. Livanda müharibənin başa çatması, müharibənin tam şəkildə dayandırılmasının ayrılmaz hissəsidir. İsrailin Livana qarşı istənilən hərbi hücumu və işğalın davam etdirilməsi anlaşma memorandumunun pozulması hesab olunur. O qeyd edib. Xatırladaq ki, bundan əvvəl ABŞ, İran və vasitəçi Pakistan, Vaşinqton və Tehran arasında, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması məqsədi daşıyan razılaşmanı təsdiqləyib. Sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır. Dövlət rəsmilərinin öz vəzifələrini yerinə yetirdiklərinə görə xəyanət və ya vətəni satmaqda ittiham olunmaları qəbul edilməzdir. Bunu İran prezidenti Məsud Pezeşkiyan ABŞ ilə mümkün razılaşma ətrafında yaranan müzakirələrə və hökumət rəsmilərinə qarşı səsləndirilən ittihamlara münasibət bildirərkən deyib. Təəssüf doğuran haldır ki, rəsmi vəzifələri çərçivəsində milli maraqları və ölkənin ləyaqətini qorumaq məqsədi ilə öz borclarını yerinə yetirən şəxslər xəyanət və ya vətəni satmaq kimi damğalarla üzləşirlər. Tənqid cəmiyyətin təbii haqqıdır. Lakin qanuna əsaslanan bir missiyanı yerinə yetirən insanların gözdən salınması nə ədalətə, nə də mərdliyə sığır, Pezeşkiyan vurğulayıb. Qeyd edək ki, bir neçə gün öncə Tehranda Xarici İşlər Nazirliyinin qarşısında etiraz aksiyası baş tutmuşdu. Etirazçılar Xarici İşlər Naziri Abbas Əraqçını ABŞ ilə sülh sazişinə razılaşmaqda ittiham ediblər. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.